Salam uşaqlar. Səhifə 31-i izah edirəm, diqqətlə qulaq asın. Deyir ki, ifadələrin qiymətini tapın. 13 vurulsun 11-in kvadratı üstünə gəlirik 89-un kvadratı çıxılsın 6-nın kubu bölünsün 12. Nə edirik? Biz əvvəlcə bunları tapırıq. Yəni 11-in kvadratı, yəni 11-i vuruq 11-ə 121. 89-un kvadratı 89 vurulsun 89 olur. 7921. Demək, bunların toplanması nə verir? Üstünə gəlirəm 121. 8042. Aha, qarşıda bura neylədir? 8042. Ortada vurma var. Yəni 13 vurulsun 8042 çıxılsın 6-nın kubu nə edir? 216 eləməlidir. 6 vurulsun 6 vurulsun 6 216. 216-nı bölürük nəyə? 12-yə. 13-ü vurduq 8048-ə. 13-ü vururam 8042-yə. 42-dir. 8042 nə elədi? 104546 çıxılsın. 216-nı bölürəm 12-yə. 18 etdi. Demək, 104.000-dən 104.546-dan çıxıram 18-ə. Neydi? 104.528. Cavabımız nə oldu? 104.528. İndi ikincisinə baxıram. İkincisini yazırıq. 25-in kvadratı çıxılsın 15-in kvadratı bölünsün 2-nin kubu üstə gəl 12 vurulsun 19. 25-in kvadratı 625. 15-in kvadratı 225. Bunların fərqi nə edir? 400. Demək, üstünə yazıram, qeyd edirəm 400. Bölünsün 2-nin kubu nə edir? 8. Yəni oldu 400 bölünsün 8. Üstə gəl 12 vurulsun 19. Gəlin 12 vurulsun 19-u tapaq. 228. Aha. Bura nə eləyir? 50. 50 ilə 228-i toplayın. 278. Cavabımız 278. Birincinin cavabı odur. İkincinin cavabı odur. İndi keçirəm. Bunları silim. İndi üçüncünü qeyd edirəm. 6-nın üçüncüsüdür. Üçüncüsünə baxırıq. 12-nin kvadratı bölünsün 16. Üstünə gəlirik 19-un kvadratı bölünsün 6-nın kubu çıxılsın 142. 12-nin kvadratı 144 edir uşaqlar. Bölünsün 16. Gəlin 144-ü böləcəm 16-ya. 9. Cavab nə elədi bura? 9. Yazıram 9. Üstə gəl 19-un kvadratı 361. Bu 19-un kvadratı 361. 9 üstə gəl 361 bölünsün. 6-nın kubu nə edir? 216. Baxın, 6-nın kubu nə edir? 216 çıxılsın 142. 9 ilə 361-i toplayanda 370 edir. Bölünsün. Bura nə etdi? Baxın, bura 370. İndi buranı tapırıq. 4. Bu da 7. 74. Yəni 74.
370 bölünsün 74. Cevabımız nədir? 5. Cevabımız 3-cüdə 5 elədi. 4-cüyə baxıram. 8'in kvadratı bölünsün 32. Topla 8'in kubu. Vurulsun ortada 5'in kubu. Çıxılsın 88. 8'in kvadratı 64 edir. 64'ü 2'ye böləcəm. 32'ye böləcəm 2. 2. 8'in kubu nə edir? 8 vurulsun 8. 512. Bu nə etdi? 512. Uşaqlar, baxın. Bura 8'in kvadratı 64 elədi. 2'ye böldüm mü? 32'ye böldüm 2 alındı. 2 üstə gəl 512. Baxın, bura 2 elədi. Üstə gəldi 8'in kubunu. Ona görə 512 yazdım. Aha. 5'in kubu nə edir? Ortada vurma yazıram. 25, 25 də 5'e vuranda 125. Çıxılsın nəyə? 88'e. Burada baxırıq. 514. Cevab 514. Buranın cevabı 514. Bunun cevabına baxıram. 7. 11'dən 8 çıxanda 3. Nə elədi? 37. Aha. 37. 514'ü vuracağım 37'ye. 19.018. Cevabımız bu oldu. 4-cüdə cevab budur. Sonra keçirik. Yeddiyə baxırıq. 7'də. Aha. Baxın, ikisini gəlin bir qruplaşdıraq. 20 vurulsun 96 üstə gəl 20 vurulsun 110 104. Üstünə gəlirəm. Bura nədir? Üstə gəl idi uşaqlar. Çıxaq idi. %4 çıxılsın 80.000 bölünsün. 4'ün kubu nə edir uşaqlar? Başına yazıram. 1664. Yenə mi? Bax 4 vurursun 4 16 16'ın da 4'ü vuranda 64. Cevabımız nə oldu? Burada 64. Bölünsün 64'e. Cevabı yazırıq. Hər birində nə var? Baxın, bunu qruplaşdırım. 20 var. Qarşıya çıxardım. 20 vurulsun 96 üstəgə 104. 104. Çıxılsın 80.000'i bölürəm 64'e. 80.000'i bölürəm 64'e. 80.000'i bölürəm 64'e. 1250. Demək 96 ilə 104'ü toplayanda 200 eləyir. 20'ni vururam 200'ə. Çıxıram 1250. Nə eləyir? 4000. 4000'dən də çıxıram 250'ni. 0 5 9'dan 2 7. Burada 3 3'dən 1 2. Nə alındı? 2750. Cevabımız 2750. Birincinin cevabı 2750. İndi ikinciyə baxırıq. 37 vurulsun 205. Üstə gəl 37 vurulsun 95. Çıxılsın
7125'i bölürəm. 5'in kvadratı nə verir uşaqlar? 25 bölürəm 25'ə. Demək, hər birində 37 var. Qarşıya çıxardıram. 205 üstə gəl 95 çıxılsın. İndi 7125'i bölürəm 25'ə. 285. Bura nə etdi? 285. Buranın cavabı 300'dür uşaqlar. 205 ilə 95 toplayan nə edir? 300. 37'ni vururam 300'ə. Çıxıram 285'i. Aha. Sıfırlara atıram. Baxın, bunu buna vuranda sıfırları sona atıram. 22 yadda 9 11. Aha. Aha, çıxılsın 285'i. 11.100'dən çıxıram 285'i. Cavab nə edir? 10.815. Cavabımız 10.815. İkinci cavab 10.815. İndi üçüncüyə baxın. 7'nin üçüncüsü. Baxırıq buna. 10'un üstü 4 çıxılsın. 290 vurulsun. 8892 bölünsün. 39 çıxılsın. 196 çıxılsın. 6'nın kubu. 10'un üstü 4. Nə elədir? 10.000 çıxılsın. 290'a vururam. Bunun cavabını tapaq uşaqlar. 8892 bölünsün 39'a. 228 çıxılsın. 196 çıxılsın. 6'nın kubu. Gəl mötərizəni tapaq. 228'dən çıxıram 196'na. 32. Cavabımız 32. Gəldik. 10.000 çıxılsın. 290. Baxın, ortada vurmadı. Vurulsun 32. 290 vurulsun 32 çıxılsın. 6'nın kubu nədir uşaqlar? 6 vur 6 vur 6 deməkdir. 36 36'ında 6'ya vuranda 216. 290'ı indi hasili birinci eləməliyik uşaqlar. 32'ni vururum 290'a. 9280. 10.000'dən çıxıram 9280. 9280. Elə 720 elədi. Baxın. 10.000'dən çıxıram 9280. 720 elədi. Çıxılsın 216. 4 0 7'den 2 5. Ne alındı? 504. Cevabımız 504. İndi keçirəm dördüncüsünə. Bunun cevabından 504. Geçen 7'nin dördüncüsüne. 7'nin dördüncüsü. 5'in üstü 4 çıxılsın. 10'un üstü 4 bölünsün. 25 vurulsun. 64 çıxılsın. 1575. Üstə gəl 8'in kubu. Neydir? 5'in üstü 4. Yani 5 vurulsun. 5 vurulsun. 5 vurulsun. 625. Çıxılsın. 10'un üstü 4. Yani 10.000. Bölünsün. 25'i vururam. 64'ə.
25'i 64'e. 25 vurulsun 64. 1600. Çıxılsın 1575. Üstə gəlinsin 8'in kubu. Yəni vur 8, vur 8. 512. Aha. İndi biz mürtəzənin içini tapmalıyıq. 5, 9'dan 7, 2. Nə alandı? 25. 10.000'i 25'i 100'ü 25'e böləndə 4 eləyir. Yanında 2 0 gəlir. 400. Demək, baxın, qoy sadə yazım. 10.000'i böləcəm. Baxın, bölmə daxil bölünür. Mürtəzənin içindəki cavaba, yəni 25'e. Üstə gəl 512. İndi bura nə elədi? 400. 625'dən 400 çıxanda 225 eləyir. Üstə gəlinsin 512. Cavab 7, 30, 737. Cavabımız 737. Keçirin məsələlərə. Motosikletçi kənddən şəhərə 48 km/saat sürətlə gəlir, 5 saata gedir. O geri qayıdarkən, gəlin əvvəlcə gedilən yolu tapağın uşaqlar. Gedilən yol olur ki, yəni sürət az qiymətlidir, gözlü saat da az qiymətlidir. Yol böyük olmalıdır. Demək 48'i nəyə vururuq? 5'ə vururuq. Nə edir? 240 kilometr. Gedilən yol nə qədərdir? 240. Ümumi yol 240'dır. İndi deyir ki, o geri qayıdarkən sürətini 12 km/saat artırdı. Yəni sürət əvvəl 48 idi gedəndə. Qaydanda isə 12 km artıq. Yəni 48'in üstünə 12 gəlir. Nə edir? 60. Motosikletçi şəhərdən kəndə neçə saata qayıtdı? Yolumuzu nə bilirik biz uşaqlar? 240. Həmin yolu sürət 60 sürətlə qayıdıb axı. Ona görə nə olur? 4 saata qayıdır. Bu kilometr bölünsün saatdır. Sürətdir bu. Cavabımız nə oldu? 4 saat. Cavabı 4. İndi 9'uncuya baxırıq. 9'da nə deyir? Keçəm 9'a. Parkda hər sırada 16 ağac olmaqla 5 sıra ağaca qaynı, hər sırada 20 ağac olmaqla cökə ağacı əkdilər. İndi 16 ağac olmaqla 5 sıra, yəni 16'na 5'ə vuracağım. Olur 80. 80. İndi deyir hər sırada 20 olmaqla həmin qədər cökə ağacı. Onda 80'də bölürük nəyə? 20'yə. Cavabımız nə oldu? 4. Keçirəm 10'uncuya. 10'unda 2 vaqonu çəkisi eyni olan 600 kisə qənd yüklədilər. İndi biz bu 6 kisənin qəndə baxırıq. İndi nə deyir? 600 kisə qənd yüklə. Bir vaqona 25.600'dür, digər vaqona 22.400'dür. İndi də hər vaqona neçə kisə qənd yüklədilər. Baxın uşaqlar, belə götürürük. 25 ton 600 kilogram. Bu nə qədər olur? Neçə kilogram olur? Bilirsiniz ki, bir tonumuz 1000 kilogramdır. Tonu kilograma çevirəndə nə eləyir? 25.000, üstünə də 600, 25.600 kilogram. İndi keçirəm, o birisini də keçirəm, bunu da kilograma çevirəm. 22 ton 400 kilogram. Bunu da kilograma çevirəndə 22.400 kilogram olur. İndi bunların ümumi çəkisinə baxırıq. Görə ümumi nə qədər qənd gətiriblər.
25600 üstə gəldik 22400. Nə edir? 48.000 kiloqram. Oldu mu? İndi deyir ki, baxırıq ki, bir kisənin çəkisi nə qədərdir? Bir kisəni tapmalıyıq. Demək, 48.000-i bölürəm nəyə? 600-ə. Görün, bir kisədə neçə kiloqram var? 80 kiloqram. İndi nə edirəm? Hər bir kisəni tapmaq istəyirəm. Birinci kisəmizdə nə qədər idi, uşaqlar? Bax, birinci kisə budur. Bu ikinci kisədir. Qoyun, yolunu edəmlər. Birinci kisəni tapmaq üçün nə edirəm? Qoyun. Aha. Birinci kisəni tapmaq istəyirəm. Birinci kisəmizdə nə qədərdir? 25.600 bölünsün. Nəyə? Bir kisən neçə kiloqram tutur? 80. İndi baxaq. 25.600-ü bölürəm 80-ə. Nə edir? 320 kisə. Bu birinci kisənin. İndi keçirəm ikinci kisəmizdə nə qədərdir? 22.400. 22.400-ü də bölürəm yenə 80-ə. Nə verir? 280 kisə. 80 kiloqrama. Bildinizmi? Bir kisəmiz 80 kiloqramdır. Demək, ümumi kiloqramı bölürəm 80 kiloqramı kisəni verir. Bu da ikinci kisəmiz.